32 nömrəli sualın izahına baxaq. Deməli, sualda görürük ki, nədir? Meyillik məsələsinə aiddir bu sual və bunun iki cür həll yolu vardır. Hansı sizə daha uyğundursa, o cür həll edə bilərsiniz. Deməli, birinci, gəlin şərti oxuyaq. Deyir ki, 50 şimal enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilliyi 10 dərəcə olan yamacına günorta vaxtı günəş şüalarının düşmə bucağının 53.5 dərəcə olduğunu nəzərə alaraq günəşin hansı enlikdə zenitdə olduğunu müəyyən edin. Baxın, burada sizin üçün iki cür izahını yazmışam. Birinci, 60 şimal enliyinə əsasən günəşin zenit vəziyyətini tapmışam. İkincidə isə 50 şimal enliyinə əsasən günəşin hansı məntəqədə zenitdə olduğunu izahını burada vermişəm. Birinci, gəlin baxaq 60 şimal enliyinə. Deyir ki, məntəqə 50 şimal enliyində yerləşən düzənlik verilib 50 şimal enliyində və düzənlik 10 dərəcə şimala doğru meyillidir. Yəni, hara gəlir təsadüf edir 60 dərəcə şimal enliyinə. Və 60 dərəcə şimal enliyinə deyir ki, 53.5 dərəcə günəş bucaqla düşür. İndi bizə günəşin zenitdə olduğu məntəqə lazımdır, düzdür? Bunun üçün necə edirik? Amma biz bilirik ki, məntəqəmizi bilmirik, düzdür? Amma bilirik ki, həmin məntəqədə günəş zenitdə olmaq üçün 90 dərəcə bucaq altında günəş şüaları düşməlidir. Burada nə etmişəm? Bucaqlar arasındakı fərqi bərabər eləmişəm enliklər arasındakı fərqə. Yəni 60 dərəcə şimal enliyindən bu X məntəqəsini çıxanda 90-dan 53.5 dərəcə bucağa çıxandakı bu ikisi fərq bir-birinə nə etməlidir? Bərabər olmalıdır. Bunu da tapırıq. Deməli, 60 çıxılsın X bərabər 90 çıxılsın 53.5 dərəcə. Burada deməli fərq neçəyə bərabər olmalıdır? 36.5. Deməli 60-dan da 36.5 dərəcə cənuba doğru düşsək, məntəqəmiz gəlib çıxır 23.5 dərəcə şimal enliyinə. Yəni, günəş şimal tropikində zenitdə olarkən 60 şimal enliyinə 53.5 dərəcə bucaq altında düşəcəkdir. İkincisi isə elə 60 şimal enliyinə doğru qalxmadan 50 şimal enliyinə günəş şüalarının düşmə bucağını tapır. Burada isə görürsünüz ki, 50 şimal enliyinə günəş şüalarının düşmə bucağını tapıb, deməli, günəşin zenitdə olduğu məntəqəni tapmışam. Necə tapmışam? 50 şimal enliyinə günəş şüalarının düşmə bucağı 63.5 dərəcə olur. Bunu necə tapdım? 60 şimal enliyinə günəş 53.5 dərəcə düşürsə, 50 şimal enliyinə, yəni 60-dan 50 şimal enliyinə çıxıram, neçə eləyir? 10 dərəcə fərq. Yəni 10 dərəcə daha cənuba yaxınlaşdığıma görə, daha cənuba doğru getdiyimə görə, cənub dediyim, yəni günəşin zenit vəziyyətinə doğru yaxınlaşdığıma görə 53.5 dərəcədən 10 dərəcə daha çox bucaq altında günəş şüaları bura düşməlidir. Yəni 63.5 dərəcə. Yenə məntəqəmizi bilmirik X, amma məntəqəmizdə günəş zenitdədirsə bilirik ki, ora 90 dərəcə bucaq altında düşür. Yəni 90-dan 63.5-i çıxırıq, eləyir nə qədər? 26.5 dərəcə. 50 şimal enliyindən də 26.5 dərəcə cənuba doğru düşməliyik. Məntəqəmiz olacaq 23.5 şimal enliyi. İstəsəz yerinə də qoyub yaza bilərsiniz. Yəni eyni həll yolu alınır.